Sabahçı tədbirdə sənin duxun var, özünü çox bilmiş kimi apar. Eşitdin məni? Səni gəlib evdə döyərəm. Mənim oğluma bax, kişi deyə kişi. Mənim hər yerdə başımı uca eləyir. Yoxsa sənin kimi ancaq nazlanmaqdan başqa işinə bilmirsən. Sən uşağı çox sıxırsan. Başa düşdüm, qız uşağı istəmirdin, amma artıq Allah qismət eləyib, öz övladımızdır, küçək atası deyilik. O da sənin balandır, bizim balamızdır. Bu tədbirdə 1000 manat mükafat var. Mən bu tədbirdə oğluma inanıram, qızıma yox. Sən canına ağıl öyrətmə, düz et sahibi gətir. Tima bəy, sizin oğlunuzun çıxışı normal idi. İndi isə zəhmət olmasa qızınızı dəvət edin. Mənim adım Sevgidir. Mən bu yaşıma kimi atamdan çox şey öyrənmişəm. Uşaqların arasında ayrı seçkiliyi eləməməsi, övladlarına qarşı diqqətli olmalı. Ən maraqlısı bilirsiniz nədir? Mənim atam hər şeyə öz vicdanını qatır. Məsələn, bu layihənin pulunda vicdanla qazanıb qalib olmaq istəyir. Mənim atam qız uşaqlarından xoşu gəlməyən ataları bir nümunədir. Mən atamı çox sevirəm. Mənim vicdanı təmiz olan atam. Tima bəy, sizin ailəyə həqiqətən halal olsun ki, sizin qızınızın yaşaz olmağına baxmayaraq dərin düşüncəsi var. Sizi təbrik edirəm. Layihənin qalibisiniz.